Salam dəyərli izləyicilər, dəyərli dostlar. Bugün sizə Masazır qəsəbəsində Qurtuluş 93 mərtəbələr tərəfdə, stadion arxasında, həyət evləri cərgəsində belə bir yeni tikilmiş, yaşayış olmamış, təmirdən sonra yaşayış olmamış, yeni tikili 3 otaqlı həyət evini çəkib təqdim edirəm. Dəyərli izləyicilər, qeyd edirəm ki, evimiz marşrut yoluna və məktəbə yaxın ərazidə yerləşir. Evə gələn yolu görürsünüz, evə gələn yol belə enli yoldur. Qapısının ağzında rahatçılıqla 2 maşın, 3 maşın saxlamağa boş sahəsi var və həyətinə də avtomobil daxil etməyə boş sahəsi var. Dəyərli izləyicilər, evimiz yerdən kürsülüdür. Hündür ərazidə yerləşir, quru ərazidə yerləşir və qeyd etdiyim kimi təmirdən sonra evdə yaşayış olmayıb, kanalizasiyası qoşulub, qaz, su, işıq, bütün kommunal xəttlər sayğaclarına qədər qoyulub, təhvil verilir. Demək olar ki, təcili qiymətə satılır. Ev satışa çıxmışdı 56.000 manata. Hal-hazırda ev satılır 51.500 manata. Dəyərli dostlar, dəyərli izləyicilər, real müştəri olsa cüzi endirim olunacaq. Evdə təmir tamamlanma işləri qalıb ki, qapılar qoyulacaq, printerlər vurulacaq, tam təhvil veriləcək. Baxın, bura evimizin mətbəx hissəsidir. 3 otaqlı 51.500 manata gözəl bir təklifdir. Yəni bu qiymətə belə bir ərazidə bugünkü gün ev tapmaq çox çətin məsələdir. Bura evin qonaq otaq hissəsidir. Burada bir yataq otağımız var və burada digər bir yataq otağı var. Baxın. Bir otağımız da burada yerləşir. 3 otaqlı həyət evi, Qurtuluş 93 mərtəbələr tərəfdə sənəd eskiz layihədir, bələdiyyənin qiymətləndirilməsidir. Bura hamam otağıdır. Evin kupçası, torpağın kupçası yoxdur. Damla çıxmağa da buradan yeri var. Buyurun kanala abunə olmağı, videolarımızı izləməyi, bəyənməyi unutmayın.